Əssalamu aleykum əziz izləyicilər. Bugün, yəni 13 aprel fən müsabiqələri sınaq imtahanı keçirilmişdir. 6-cı siniflər üçün olan bir sınaq imtahanıdır. Gəlin, həmin o sınaq imtahanı sualların izahları ilə tanış olaq. Birinci sualımız sadə bir sualdır. Ümumiyyətlə, başlıqdakı ilk 10 sual çox rahatdır. Birinci sualda bizə deyir ki, 20% artırdıqda 240 alınan ədədi 25% azaltsaq neçə alınır? Əgər bir ədədi 20% artıranda 240 alınıbsa, demək ki, bu ədədin 120%-i 240-dır. Yəni mənə 120%-i 240 olan ədəd lazımdır. Faizinə görə ədəddir. Necə tapılır? 240-ı vururam 100-ə, bölürəm 120-yə. Bu da alınır bizdə 200. Daha sonra həmin ədədin 25% azaltmaq lazımdır. 200-ü 25% azaltmaq 200-ün 75%-ni tapmaq deməkdir. Könlü istəyən 25%-ni tapıb sonra çıxa da bilər. 200-ü 25% aldanda 75%-ni tapırıq və doğru cavabımız edir 150. Keçirəm növbəti suala. Növbəti sualda bizdən n, b fərq A-nın A fərq B-nin cəmini istəyir. N o deməkdir ki, həmin oradakı elementlərin sayını yazmalıyıq. A fərq B nə deməkdir? A-dan, yəni birinci gələn hərfdən, ikinci gələn hərfdən ortaq olan elementləri çıxmalıyıq. Yəni A-da var, B-də yoxdur. A-dan B-dəki elementləri çıx. A ilə B-nin ortaq elementləri 5 ilə 7-dir. A-dan B-dəki elementləri, yəni 5 ilə 7-ni çıxsam, geriyə 2 element qalacaq. Alınacaq 2. Eləcə də B-dən A-dakı elementləri çıxsam, yəni ortaq 5 ilə 7-ni çıxsam, B-də də qalacaq 1 ilə 4. Yəni orada da 2 element. Ümumi 4 element olmuş olacaq. Doğru cavabımız olacaq B variantı. Növbəti sualımızda bizə deyir ki, piktoqramda tamaşaya satılan biletlərin sayı verilib. Ümumi tamaşa zalımız 250 tamaşaçı tutur. Neçə bilet satılmayıb? Biz baxırıq ki, burada piktoqramda satılmış biletlərin sayını verib. Gəlin, ümumi burada sayaq neçədə nədir? Düzdür, şagird ayrı-ayrı yazıb. Ayrı-ayrı yazmaq da olar. Ümumi də saya bilərsiniz. Çünki bizdən onsuz da ümumi satılmamış biletləri istəyir. Gəlin, sayaq ümumi. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. Ümumi 25 dənədir. Hər bir dənəsi də 8-ə bərabərdir. Onda 25-i vururam 8-ə. Bu biz eləyəcək 200. Demək ki, 250 dənə biletdən, 250 yer 250 bilet deməkdir. 250 dənə biletdən 200 dənəsi satılıb. Geriyə nə qədər qalıb? 50 dənəsi. Doğru cavabımız olacaq B variantı. Növbəti sualımıza baxaq. Bizə deyir ki, bir işıq vorda 3 fərqli rəng sırayla yanıb sönür. İlk dəfə qırmızı işıq yanır, sonra da bizə ardıcıllıq verilib necədir? Bizə deyir ki, hansında qırmızı işıq yana bilməz. Biz bilirik ki, bu tipli suallarda birinci baxmalıyıq ki, neçə dənədən bir təkrarlanır. Mən baxıram ki, burada qırmızı, sarı, yaşıl, sarı, sonra yenə qırmızı, sarı, yenə yaşıl, sarı gələcək. Yəni 4 dənədən bir təkrarlanır. Dərhal bunu qeyd edirəm. 4 dənədən bir təkrarlanma var. Maşallah, şagird müəllimin ağzından nə çıxırsa hamısını qeyd edib. 4 dənədən bir təkrarlanır. İndi biz necə həll edirik? 1-1 variantdakı ədədləri 4-ə bölürük. Əgər qalıq 1 qalarsa, demək ki, bizdə qırmızı işıq yanıb. Qalıq 2 qalarsa, sarı işıq. Qalıq 3 qalarsa, yaşıl işıq. Qalıq qalmasa, yenə də sarı işıq. Yəni, qalığın qalmaması 4-cü ədədi seçmək deməkdir, sonuncu ədədi. Bizə lazımdır qırmızı işıq yana bilməz. Demək ki, qalıq 1 qalmamalıdır. Qalıq 1 qalarsa, qırmızı işıq yanacaq. Qalıq 1 qalmasın. 4-ə bölünmə qaydasına əsasən son 2 rəqəminə baxacam ancaq. 5-i bölürəm 4-ə. Qalıq qalır 1. 73-ü bölürəm 4-ə. Yenə də qalıq qalır 1. 72 qalıq 1. 23-ü bölürəm 4-ə. Qalıq qalır 3. 17-ni bölürəm 4-ə. Burada da 16 qalıq qaldı 1. Demək ki, A, B və D variantında qalıq 1 alınır. Lakin C variantında qalıq 3 alınır. Ona görə doğru cavabımız olacaq C variantı. 5-ci sualımıza baxaq. Bir dərzi 72 kvadrat metr parçanın 4də birinə köynək tikir. Köynəyimiz oldu ümumi 18 kvadrat metr. Çünki 72-nin 4də biri 18 eləyir. Növbəti deyir ki, qalan parçanın 72-dən 18 çıxıram 54. 9-da 5-i, 54-ün 9-da 5-ini tapıram, elədi 30. Bu bizdə oldu şalvar. Yerdə qalanı isə ya 54-dən 30-u çıxıb 24 tapa bilərsiniz, ya da 72-dən ümumi bu ikisinin cəmini çıxıram, tapıram 24-də kostyum oldu 24. Bizə deyir ki, bir köynə 2 kvadrat metr parça lazımdır. Bizim ümumi 18 kvadrat metrimiz var. Hər bir köynək 2 kvadrat metrdirsə, 18-i bölürəm 2-yə alınır 9 dənə köynək. Demək, 9 dənə köynək olacaq. Sonra, şalvarımız ümumi 30 kvadrat metr idi. Bir şalvara da 3 kvadrat metr gedir. 30-u bölürəm 3-ə 10.
Bir kostyum 6 kvadrat metrdirsə 24-ü də bölürəm 6-ya. Alınır 4. Burada 3 yazmağına fikir verməyin. Siz də mənim kimi əsəbləşməyin. 24-ü bölürəm 6-ya, alındı 4. Və alınan nəticələri toplayıram. 9, 10, 4, doğru cavabımız eləyir 23. Ən azından deyir, səhvin harasından dönsən də kardır. Ən azından ən axırda 3-ü düzəldib 4 eləyib, bu 22-ni silib 23 seçib. Yoxsa müəllimə burada bilmirəm nə edəcəkdi. 6-cı suala baxaq. 6-cı sualımızda olduqca çox istifadə elədiyimiz, olduqca çox gördüyümüz, yəni yeni olmayan bir sual tipidir. Gördüyünüz kimi hər dəfə 2 dənədən bir fərqimiz -1 eləyir. Hər dəfə 2 dənədən bir fərq -1 eləyir. Bu 2024-ə qədər gələcək. Çünki cüt dənədəndir də. 1-dən 2, 3-dən 4, ən axırda 2023-dən 2024. Aldığımız ədədin də üzərinə 2025 gəlməliyik. 2024-ə qədər neçə dənə cütlük var burada? Neçə dənə belə 2, 2, 2, 2 cəmlər var? Təbii ki, yarısı qədər. Yəni 1012 qədər. 2024'ü bölürəm 2'ye 1012. 1012'ni də vururam -1'ə. Çünki burada 1012 dənə -1 var. Alındı -1012. Alınmış ədədlə də buradakı 2025'i toplayırıq. Doğru cavabımız alındı 1013, yəni C variantı. Keçək növbəti səhifəyə. Bu sualımızda bizə deyir ki, rəqəmləri sıfırdan və bir-birindən fərqli olan bir dənə 3 rəqəmli natural ədəd götürürük. Sonra da həmin ədədin bütün yerlərini dəyişdirərək bütün o halları yazırıq. Bu rəqəmlərin yerini dəyişdirərək yazırıq. Bunları toplayırıq, alınır 2886. Onda bu ədədlərdən birinin rəqəmləri cəmi neçə olacaq? Gördüyünüz kimi şagird ədədi götürüb x, y, z və hər dəfə rəqəmlərini dəyişdirə yazıb. Alt-alta yazırıq bu tipli suallarda. Könlü istəyən qabaq-qabağa yazıb, mərtəbə toplananlarına da ayıra bilər. Amma alt-alta yazmaq daha rahatdır. Alt-alta yazanda baxıb görüb ki, 2 dənə x var, 2 dənə y var, 2 dənə də z var. Bunun cəmi nə verib ona? 26. 26 verib ki, 2 yadda qalıb. Növbətdə və təzədən 2x, 2y, 2z toplayanda 26, 2 də yadda 28 eləyib. Sonra yenə 26, 2 də yadda 28 eləyib. Bildinizmi necə? Hər dəfə 2x, 2y, 2z cəmi alınıb alt-alta. Bu tipli suallar çox görmüsünüz. Prosta bir dənəsi ilə görmüsünüz. Bu 2 dənəlidir. Demək ki, 2x, 2y, 2z bizdə nəyə bərabərdir? 26-ya. Buradan da x, y, z cəmini tapanda doğru cavabımız alındı 13. Yəni bir dənə ədədin rəqəmləri cəmi 13-dür. Doğru cavabımız olur C variantı. Növbəti 8-ci sualımız. Bizə deyir ki, ardıcıl 2 natural ədədin əbob və əkoblarının cəmi 21-dir. Bu ədədlərdən kiçik olanı hansıdır? Biz bilirik ki, 2 dənə ardıcıl ədədin əbobu 1-ə bərabərdir. Əkobu isə onların hasilinə bərabərdir. Bunu mötərizədə yazaq. Əbobu 1-ə bərabərdirsə, demək əkobu da 20 eləyib. Əkobu 20 eləyib, bunlar ardıcıl ədədlərdir. Hansı iki ardıcıl ədədimiz var ki, bir-birinə vuranda 20 eləsin? 4 ilə 5. Bizdən onlardan kiçiyini istəyir. Doğru cavab olacaq 4. Bu da sadə sual idi. 9-a baxaq. Bizə qeyd edib ki, A, B, C sıfırdan fərqli rəqəmlərdir. Buna görə A + B + C cəmi neçə olar? Baxıram ki, burada B, B və A-nı toplayıb. Yəni 2 dənə B ilə A-nı toplayıb təzədən A eləyib. Hansı ədədin üstünə özünü gələndə təzədən özünü verər? Sıfırın üzərinə gələndə, düzdürmü? Sıfırın üzərinə nə gəlsə ki, özünü verir. Demək ki, bizdə bu ya B 5-dir, 5 ilə 5 toplayıb 10 eləyib. Onun axırı 0 ilə bitir axı. Ona görə üstünə A gələndə A-nı verib. Ya da ki, B ilə 0-dır. Şərtdə də bizə verib ki, A, B isə 0-dan fərqlidir. Demək ki, B mütləq ki 5-dir. B-mizin yerinə 5 yazırıq hər yerdə. B-nin yerinə hər yerdə 5 yazacaq. 5. Onda baxaq bura. 5, 5 üstünə də A-nı gəldi. A alındı. 1 yadda qaldı. İndi yenə baxın. 5, 1 də yadda oldu 6. Üstünə 2 dənə A gəlib, təzədən A-nı verib. Yəni 6-nın üstünə hər hansı 2 dənə bir ədəd gəlib, eyni bir ədədi, təzədən həmin ədədi verib. Bu nə ola bilər? Baxın, 6-nın üstünə 2 dənə 1 gəlsə 8 eləyir. 1 ilə qurtarmadı. 6-nın üstünə 2 dənə 2 gəlsən 10 eləyir. 2 ilə qurtarmadı. 3 ilə gələndə olmur. Amma 6 üstünə 2 dənə 4 gələndə görün nə olur? 6 üstünə 2 dənə 4 gələndə 14 eləyir. Görürsünüz, yenə 4 ilə bitdi. Demək ki, bizdə A-mız da 4-ə bərabər imiş. Misalı sərgəli formada yazaq. A-mız 4-dür, B-miz də 5-dir. A-mız 4-dür, B-miz də 5-dir. Burada da C. Toplayanda da alınıb 444. Təbii ki, burada gördüyünüz kimi bizdə neçə alındı? Gəlin yazaq. Burada elədi 14, 1 yadda. Topladım. Burada elədi 13, bir də yadda 14, yenə 1 yadda. 1, bir də yadda 2. Demək burada 2 yazmalısan ki, toplayanda 4 olsun. C'miz də oldu 2. Demək A-mız 4-dür, B-miz 5-dir, C-miz də 2-dir. Toplayanda da doğru cavab elədi 11 A bəndi. 10-cu sualımıza baxaq. Bir məhsulun alış qiyməti x manatdır, satış qiyməti y manatdır. Bu məhsulun satışdan zərər edilməməsi üçün x ən az neçə olmalıdır? Satışdan zərər etməmək o deməkdir ki, bizim alış qiymətimiz satış qiymətimizdən, belə deyək,
Satanda alış qiymətimiz x-dir, satış qiymətimiz də y-dir. Tutalım ki, 5 manata aldığın bir malı 3 manata satsan, sən zərər etmiş olursan. Çünki satanda daha çox gəlir qazanmalısan ki, sən xeyir qazanasan. Bu demir xeyir qazansın, bu demir zərər etməsin. Zərər etməmək nə deməkdir? 5 manata aldığın bir şeyi 5 manata da satsan, zərər eləmirsən. Yəni bərabərdə ola bilər. Ondan böyük də ola bilər. Bu halda zərər etmirsən. Yəni sənin satdığın qiymət ya aldığın qiymətə böyük olmalıdır, ya da aldığın qiymətə bərabər olmalıdır. Bu sənin üçün ən ideal, optimal variantdır. Bizə lazımdır ən az. Ən az olması üçün mən fərz edəcəm ki, bunlar bir-birinə bərabər olsun. Görə bərabər olanda alınacaqmı? Bunları bir-birinə bərabər eləsəm, yəni x y-ə bərabər eləsəm, gəlin yerinə yazaq. Y-in əvəzinə x yazacağam. Alınacaq x bərabərdir 3x çıx 102-yə. Buradan alınacaq ki, 2x bərabərdir 102-yə, x də bərabərdir 51-ə. Gördünüzmü? Tənliyin həlli oldu. Yəni biz cavabı tapdıq. Bizdə onsuz da burada baxaq bir dənə satış qiyməti y manatdır. Bu bizə heç naturalda da olmalı olduğunu da demirdi. Yəni ən optimal variant budur da, bir-birinə bərabər olmağı. Çünki ya ona bərabər olmalıdır, ya da ondan kiçik olmalıdır. Onda demək x y-ə bərabər olacaq. Ən kiçik hal budur axı, bərabər olması halı. Bu halda da həll eləyəndə x-imiz 51 eləyir. Bu naturalda da alınmaya da bilərdi. Çünki şərtdə natural olduğunu vurğulanmır. Natural alındı, x-imizi 51 tapdıq. Doğru cavabımız olacaq 51. Mən fikirləşdim, birinci natural verib, sonra gördüm yox, naturallıq yoxdur. Ona görə naturallıq olmadığı üçün siz dərhal x bərabərdir y yazmalıydınız. Yox, əgər şərtdə naturallıq versəydi, x bərabərdir y yazacaqdıq, hesablayacaqdıq. Əgər cavab natural alınmasaydı, onda başqa məsələ. Onda biraz fərqli metodlara əl atmalı olacaqdıq. Gedirik növbəti suala. Bizə deyir ki, kondisionerin pultunda müsbət və mənfi düymələri yerləşir. Hər dəfə bu üstəgəl düyməsini basanda temperatur 2 dərəcə artır, çıxma düyməsini basanda temperatur 3 dərəcə azalır. İndi müsbət 8 göstərir və biz bu düymələrə bastıq, 5 dəfə bastıq, temperaturlardan hansını əldə edə bilmərik. Baxaq, demək ki 8-dən 2 artıb 3 çıxmaqla, belə deyək də, bir-bir çıxa gedə bilərik. Yəni belə deyək də. Yəni müxtəlif burada ehtimallar var. 5 dəfə basacamsa. Ola bilər ki 5 dəfə müsbət 2-yə basım. Yəni üstünə 10 gəlim. Bu zaman 15 alına bilər. Yəni ən yuxarı ala biləcəyin ehtimal budur. Sən 5-nin 5-ini də müsbətə bas. 5-nin 5-də də 2 dərəcə artsın. Ümumi onda 10 dərəcə artacaq. Üzr istəyirəm, 10 dərəcə artacaq, maksimum 18 eləyəcək. Demək mən ədəd kimi maksimum 18-i ala bilirəm. Ola bilər ki, mən 4 dəfə müsbət 2-ni basım, yəni 4 dəfə 2 dərəcə artırım, 1 dəfə də 3 dərəcə azaldım. İndi 4 dəfə 2 dərəcə artırsam 8 dərəcə artacaq, 1 dəfə də buna bassam 3 dərəcə də azalacaq. Demək, ümumi 5 artacaq. 8-in üstünə 5 gələcəm, 13 alınacaq. Yəni, gəlin belə eləyək də, belə bütün alınan variantlara baxmayaq da. Məsələn, mənfi 7-ni necə ala bilərəm? 8-ə mənfi 7 almaq üçün 15 çıxmaq lazımdır. Həqiqətən də biz 5 dəfə çıxmaya bassaq, o zaman 15 dərəcə çıxacaq və mənfi 7 alınacaq. Yəni, D variantı alına bilən bir cavabdır. Müsbət 3-ü necə almalısan? 8-dən 5 çıxmalısan. Nə tərs eləyə bilərəmmi ki, 5 dəfə basanda burada mənfi 5 alınsın. Yəni, bu ədədlərindən mənfi 5 alaq. Baxaq, müsbət 2, mənfi 3. 2 dəfə müsbət 2-yə basaram, üstəgəl 3 dəfə də 3 dəfə azaltmağa basaram. Bu zaman həqiqətən də 4 çıx 9, yəni mənfi 5 alınacaq. Demək ki, mən 8 çıx 5, yəni müsbət 3-ü də ala bilərəm. Elə olduğu kimi qalsın deyir. Yəni təzə müsbət 8 qalsın. Görək bunu bəs ala bilirikmi? Olduğu kimi qalsın. Yəni belə eləyə bilərik. 3 dəfə müsbət 2-ni basaram, 2 dəfə də mənfi 3-ü basaram. Bu zaman 6 çıx 6 ilə 0 eləyəcək. Yəni nəticə dəyişməyəcək, 8 də alına bilər. Demək 8-i də ala bildim, 3-ü də ala bildim, mənfi 7-ni də ala bildim, 16-nı ala bilmirəm artıq. Doğru cavabımız ona görə olacaq A variantı. Keçək 12-ci suala. 3 müxtəlif natural ədədin ədədi ortası 55-dir. Bu ədədlərdən biri digər ikisinin ədədi ortasından 18 vahid azdır. Buna görə həmin ədədi tapın. 3 dənə ədədin ədədi ortası 55-dirsə, demək ki, bu ədədlərin cəmi olacaq 165. 55-i 3-ə vurduq, tapdıq. Bizə deyir ki, bu ədədlərdən biri, məsələn x, digər ikisinin ədədi ortasından, ədədi orta nədir? Y üstəgəl z böl 2. Toplayıb böldüm 2-yə, çünki 2 dənə ədəddir. 18 vahid azdır, çıx 18. Buna görə həmin ədədi tapın. Bunu çarpaz vuraram. Alınar 2x bərabərdir y üstə gəlinsin z çıx 36.
Buradan da taparam ki y üstəgəl z bərabərdir 2x üstəgəlsin 36-ya. Gətirək y üstəgəl z-in yerinə, baxın burada 2x üstəgəl 36 yazaq. Burada bir dənə də x var. Olacaq onda 3x üstəgəlinsin 36. Bizdən amma deyəsən həmin ədədi hələ x-i soruşur. 3x üstəgəl 36 bərabərdir 165-ə. Buradan 3x bərabərdir. 165-dən 36 çıxıram. 129-a. X də bərabərdir 43-ə. Yəni doğru cavabımız olacaq 43. 13-ə baxaq. 2 qarşılıqlı sadə ədədin hasili 3232-dir. Bu ədədlərin ən kiçik ortaq böləni neçədir? Qarşılıqlı sadə ədədlər əgər hasili 3232-dirsə, demək ki, biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əkobu da elə onların hasili olur. 2 dənə qarşılıqlı sadə ədədin əkobu onların hasilidir. Bizdən də ən kiçik ortaq bölənini, yəni əkobunu istəyir. Əkob elə hasilidir. Hasili də sizə verib də. Demək cavab olacaq elədir. Şifahi sualı idi. Qayda bilmək lazımdır. 14-də. Burada 13-də 38, 19-da 39, 39-da 19, 38-də 13 verib. Baxaq. Bunu mən belə yazacağam. Hesablamayacağam. Yazıram, baxın belə. Burada 10 taq məxrəc 13 vur 19-dur. Surət də alınacaq. 38 vur 19, çıx 39 vur 13. Bu surətimdir. Vur. Vuranda bilirik ki, məxrəcdəki ədədin tərsinə vururuq. Ona görə gəlin birinci məxrəci hesablayaq. Bu olacaq 39 vur 38. Surətə bəs nə düşəcək? 19 vur 38, çıx 39 vur 13. Bunun tərsini yazırıq. Yəni 38 vur 19, çıx 39 vur 13 məxrəcə yazılır. 39 vur 38 isə surətə yazılır. Baxın, bura ilə bura eyni alındı. Bunlar getdi ixtisar. Qaldı bu ikisi. Bu ikisindən də 39 ilə 13 gedir, qalır 3. 38 ilə də 19 gedir, qalır 2. 3-ü də 2-yə vururum, doğru cavab bilir 6. Bu qədər. Getdik növbəti suala. Demək, Sevil oxuduğu kitab səhifələrini aşağıda kimi qeyd edir. Birinci gün x-dır, yazırıq. İkinci gün, birinci gün oxuduğunun 2 mislindən 20 səhifə çox, yəni 2x üstəgəl 20. Üçüncü gün isə ikinci gün oxuduğundan 90 az. İkinci gün 2x üstəgəl 20 oxumuşdu, bundan 90 az olanda 2x çıx 70 eləyir. Üçüncü gün birinci gündən daha çoxdur. 3 birdən daha çoxdursa, demək 2x çıx 70 x-dan böyükdür. Bunu həll eləyəndə alınır. X böyükdür 70-dən. 70-dən böyük bir səhifə sayı kimi mən verə bilərəm 71. İndi bizə deyir ki, 3 gündə ən az neçə səhifə oxuyar? Ümumi 3 günü toplasaq alınır 5x çıx 50. Ən azda 71 vermişəmsə, 5-i vururam 71-ə, alınan ədəddən də çıxıram 50. 70-in özünü verəndə, bax 70-in özünü verəndə cavab 300 eləyir. Demək, cavab 300-dən böyük ədəd olmalıdır onsuz da. Ən az dediyi üçün də 305-imiz olacaq həqiqətən də. Çünki 71-i 50-yə vuranda bu biz eləyir 355. 355-dən də 50 çıxıram, doğru cavab eləyir 305. Doğru cavabı A variantıdır. 16. Şəkildəki bir böyük kub və müəyyən sayda kiçik kublar göstərilmişdir. Buna görə kiçik kublardan ən çox neçəsini qutunun daxilinə sıxışdırmaq olar. Kiçik kublardan biz bilirik ki, bir kubun içinə başqa kiçik kublar yerləşdirəndə onun həcminə yerləşdiririk. Yəni həcmi bunun nə qədər həcmini tutur? Bunu tapmalıyıq. Ona görə surətə yazıram 40 vur 30 vur 28. Məxrəcə yazıram 7 vur 8 vur 10. Bundan bu getsin, qalsın 4. Bundan bu getsin, qalsın 2. 7-ni 2-yə vuranda 14 eləyir. Bundan da bu getsin, qalsın 2. 2-ni də 30-a vururam, doğru cavab bilir 60. Yəni cavab olur 60. Həcminə böldük. Keçək növbəti səhifəyə. 17-ci sualımızda bizə deyir ki, Banu qırmızı lenti birinci, yaşıl lenti ikinci, mavi lenti üçüncü şəklin ətrafına perimetr üzrə yapışdırdı. O, hər bir lentin ayrılıqda istifadə olunan miqdarını sürətə, istifadə olunmayan miqdarını məxrəcə yazdı. 3 dənə kəsir düzəltdi. Düzəldilən bu 3 kəsirin cəmi neçə olacaq? 3 metrlik bir məftildir. Buranı santimetrlə verib. Mən də metrdən santimetrə keçirəm. Olacaq 300. Bura olacaq 200, bura olacaq 400. Ətrafına dolamaq onun perimetrinə dolamaq deməkdir. Perimetri 160-dır, perimetri 120-dir, perimetri 200-dür. Birinci kəsirimizdə 160 istifadə olundu, 140 qaldı. Ona görə yazırıq. Bura baxın, bir dəqiqə. 160 bölü 40 yazıb. Ümid edirəm, sonradan
Baxaq, birinci, qırmızı lenti birinci istifadə edib, üzr istəyirəm, müəllimə çaşıb. Deyir ki, qırmızı lenti birinciyə. Qırmızı lenti birinciyə istifadə edibsə 2 metr istifadə edib buna. Demək ki, 160-ını istifadə edibsə 40-ı qalıb. Sonra, yaşıl lenti ikinciyə istifadə edib. Yaşıl lenti bura. Nə gözəl diqqət tələb edən sual imiş. Şagirdim məndən diqqətlidir. Demək ki, surətə yazıram 120, məxrəcə yazıram 180, maşallah. Alındı 3-də 2 və sonuncunu da 200 surəti 200 məxrəcə, yəni 1 elədi. 1 üstə gəl 4, bir də 3-də 2. Alınır 5,3-də 2, 5,3-də 2 də 3-də 17 eləyir, cavab D. 18-ə baxaq. Sevil təpə nöqtələri ikinci rübdə yerləşən bir kvadrat çəkir. Aha. Bu kvadratın təpə nöqtələrindən biri -2, 1, digəri -2, 4 nöqtəsində yerləşir. Digər təpə nöqtənin koordinatlarını müəyyənləşdirməklə perimetrini və sahəsini uyğun olaraq tapın. Təbii ki, çəkəcəm şəklini. Nöqtələrdən biri -2, 1-dir. X-imiz -2-dir, Y-imiz də 1-dir. Belə qoyaq, -2, 1 bu nöqtə. Digəri -2, 4. X-imiz -2-dir, Y-imiz 4. Burada olsun. Bu nöqtə. Sonra, təpə nöqtələrindən biri ikinci rübdədir. Üzr istəyirəm, təpə nöqtələri ikinci rübdə yerləşir. Təpə nöqtələri ikinci rübdə yerləşirsə, demək ki, digər təpə nöqtələrini də mən buradan qoymalıyam. Biz bilirik ki, kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. Buradan bura qədər olan məsafə bizə nəyə bərabərdir? 1 ilə 4-ün arası 3. Demək ki, mən bunun, əgər təpə nöqtənin hansı ikinci rübdədirsə, burada 3 aparmalıyam, bura 3 eləməliyəm və bura 3 eləməliyəm. Onda buradan bura 3 gedəcəmsə, -2-dirsə, bura -5-ə gəlib düşəcək. Burada elə olduğu kimi qalacaq. Demək ki, kvadratın burası oldu 3. Aha. Kvadratın bu zaman sahəsi olacaq 9, perimetri də olacaq 12. Yəni heç bizə bu şəkli çəkməyə ehtiyac yox imiş. Bizə sahə ilə perimetr istəyirsə, elə bir dənə bura baxanda görürsən ki, tərəfi 3-dür də. Tərəfi 3-dürsə bütün tərəfləri 3-dür. Heç kvadratı tamamilə çəkməyə ehtiyac yox idi burada. Bir dənə bu tərəfə baxanda görürsən ki, tərəfi 3-dür. Bu tərəfi 3-dürsə, demək bütün tərəfləri 3-dür. Perimetr 12-dir, sahəsi də 9-dur. Cavaba. Növbəti suala baxaq. Kəsirin surəti məxrəcindən 3% kiçikdir. Yazaq. Surətimiz məxrəcimizdən 3% kiçikdir. Belə yazdım. Surət və məxrəc 0,5 qədər azaldıldı. 0,5 qədər azaltıldı. Kəsirin qiyməti 5-də 3 oldu. İndi gəlin hesablayaq. Ay, üzr istəyirəm, yazım silindi. Bura yazmışdıq x çıx 0,5. Burada x üstə gəl 3-dən 0,5 çıxanda x üstə gəl 2,5 eləyir. Bərabərdir 5-də 3. İndi çarpaz vuraq. 5x çıx 2,5 bərabərdir 3x üstə gəl 7,5. Buradan alınır 2x bərabərdir 10, x də bərabərdir 5-ə. Əvvəlki kəsirin surət və məxrəci. Əvvəlki kəsirimiz bu formadaydı. Surət məxrəcdən 3% kiçik idi. Surətimiz 5 idi, məxrəcimiz 8, yəni x üstə gəl 3. Alındı 8 ilə 5, onların da cəmi eləyir 13. Doğru cavabımız C variantı. 20-ci suala baxaq. 20-ci sualımıza təəssüf şagird səhv yazıb. Burada necə olacaq? Bizə deyir ki, Əli usta bir gündə ən çox 40 kərpic hörə bilir. Əgər o hər hansı gündə 30-dan çox kərpic hörsə, həmin gündən sonraki ardıcıl 2 günün hər birində 18 kərpic hörməlidir. 14 günə ən çox kərpic hörsün. Bunu şagird boş qoymuşdu, səhv yazmayıb. Ən çox neçə kərpic hörə bilər? Biz belə eləyəcəyik. Mən 30-dan çox kərpic demir hörsəm. 30-dan çox hörməsin də onda. Bu 13 günün 13 günündə elə rovno 30 dənə hörsün. Yəni 30-dan çox hörməsin ki, gəlib bu 18 eləməsin. Çox az daxı 18. Bizə lap çox hörmək lazımdır. Çox iş görmək istəyir də bu 50 usta. Onda nə edirəm? 13 günün hər birisini götürürəm 30 dənə kərpic. Son 14-cü günü də 40 dənə kərpic eləyirəm. İndi deyəcəksiniz, bəs müəllimə sonrakı günləri artıq 18 eləməlidir. Sonrakı gün qalmadı, artıq 14 gün bitdi. Əli usta ağıllı iş gördü. 13 gününü 30-30 elədi, sonuncu günü də 40 elədi. Daha ondan sonra 18-18 eləməyə tez qalmır. Çünki gün yoxdur day, bitdi günümüz. Ona görə alınır bizdə 390 üstə gəl 40, yəni 430. Cavabımız olacaq 430. Abət. 21-ci suala baxaq. Bizə deyir ki, düzgün 20 üzlü zər 1-dən 20-yə qədər müxtəlif natural ədədlərlə nömrələnib. Yalnız 2 müxtəlif sadə vurğu olanlar seçildi və bu üzlər rəngləndi. Neçə dənə rənglənmiş üz olacaq? Baxaq. 2 dənə sadə vurğu olmalıdır. Bunlardan birincisi 6-dır. 6 2 vur 3-dən ibarətdir. Sonra 7 olmaz, 8 olmaz, 9 olmaz, 10,
2 vur 5-dən ibarətdir. 11 olmaz. 12 olar. 12, 2 vur 2 vur 3-dür. 2 müxtəlif sadə vurğu var. 2 ilə 3. Növbəti. 14 olar. 2 ilə 7-dir. 15 olar. 3 ilə 5-dir. 16 olmaz, ancaq 2-dir. 17 olmaz. 18 olar. 3 ilə 2 müxtəlif sadə vurğu var. Və 20 olar. 1, 2, 3, 4, 5, 6, 7. Ümumi cavab olacaq 7 dənə. Doğru cavabımız C variantıdır. Keçirik növbəti suala. Ömər ilə Seymurun yaşları fərqi 24-dür. Ömər 4 il əvvəl, Seymur da 5 il sonra anadan olmuş olsaydı, Ömərin yaşı Seymurun yaşının 2 misli olardı. Yazaq Ömər, Seymur. Yaşlarının fərqi 24-dürsə, birinin yaşına x götürəcək, birinin yaşına isə x üstəgəl 24 götürəcək. Baxaq hansı böyükdür. Öməri 4 il əvvəl eləmək istəyir, Seymuru da 5 il sonra eləmək istəyir. Və Ömər Seymurun 2 misli olacaq. Yəni Ömər Seymurdan 2 dəfə böyük olmuş olacaq. Yəni Öməri böyük götürək. Bunu x üstəgəl 24 götürək. Bunu da x götürək. Deyir ki, Ömər 4 il əvvəl anadan olsaydı, 4 il əvvəl anadan olsaydı Ömər daha böyük olacaqdı. Seymur 5 il sonra anadan olsaydı daha kiçik olacaqdı. Onda deyir ki, Ömər Seymurun 2 misli olardı. Yəni Seymurun yaşını 2-yə vuranda bu alınacaq. X çıx 5-i vuraq 2-yə. Çünki Seymurun 2 misli Öməri verəcək. Alınacaq x üstəgəl 28. Alınır 2x çıx 10 bərabərdir x üstəgəl 28-ə. Buradan da alınır x bərabərdir 38-ə. İndi bizə deyir ki, Seymurun indiki yaşı neçədir? İndiki yaşı 38-dir. Cavab olacaq da bəndə. 23. Ardıcıl natural ədədlər birdən başlayaraq aşağıda kimi yazılır. Gördüyünüz kimi yazılıb. Birinci sətirdə 1, ikinci sətirdə 2, üçüncü sətirdə 3 və hər sətirdə sətir nömrəsi qədər ədəd var. 2025 ədədi hansı sətirdə yer alacaq? Mən baxıram ki, diqqət eləyək burada. 2025 ədədini tapmaq lazımdır, sətrini. Hər bir sətrində, baxaq sətirin sonuncu rəqəmlərinə görə nə kimi bir uyğunluq var. 1-də 1-dir, 2-də 3-dür, 3-də 6-dır, 4-də 10-dur, 4 vahid artdı, 5 vahid artdı. Bu qaydada gedir. Belə deyim də sizə. Burada hər bir sətirdə olan ədəd sayı sətir nömrəsi qədərdirsə, tutalım. Mənə maraqlıdır ki, 4-cü sətirdə hardan hara qədər ədədlər. Mən bunu necə taparam? Mən bilirəm ki, hər dəfə sətirlərdə özündəki ədədlərin sayı qədərdirsə, demək 4-cü sətrə gələnə qədər 1-dən 4-ə qədər elə bil ki, ədədlərin cəmi tapılmalıdır. 1-dən 4-ə qədər ədədlərin cəmi necə tapılır? 4 vurulsun 5 bölünsün 2. Düzdürmü? 10. Demək ki, sonuncu ədəd 10-la bitəcək. Bəs ilk ədədi nədir? Artıq elə bil 4 vur 5 bölü 2 yox, 3 vur 4 bölü 2. 6 eləyir. Demək 6 3-cü sətrin sonuncu rəqəmidir. Demək ki, növbəti ədəd başlayacaq 7 ilə. Bildinizmi necə? Yəni ardıcıl ədədlərin cəmi düsturudur. 1-dən n-ə qədər ədədlərin sayı n vurulsun n üstəgəl 1 bölü 2 ilə tapılırdı. Onda mənə lazımdırsa 2025 ədədi hardadır? Baxaq görək ki, 2025 ardıcıl 2 dənə ədədin hansına yaxındır? Yəni n vur n plus 1 bölü 2-dən nəyə yaxındır bu? İndi şagird 64-ü seçib deyə mən ona baxacam. 64 vur 65 bölü 2-ni bir dənə tapaq. Görək bu neçə eləyir? 32-ni 65-ə vurmalıyam. Bir dənə vuraq. 1 yadda, 12, 13, 15, 1 yadda, 18, bir də yadda 19. Toplayaq 0, 8, 0, 2. 2080 elədi. Aha, demək ki, bizim 64-cü sətrimiz, 64-cü sətir bitəcək 2080-lə. Bəs nə ilə başlayacaq? Görək bunun içində 2025 var. Gəlin baxaq ona. Nə ilə başlayacaq? Bunun üçün də 63 vur 64 bölü 2-ni tapıram. Üzərinə də 1 gələcəm. Üzərinə də 1 gəlirəm. Bu biz eləyəcək 2016, üstünə də 1 gələndə 2017. Demək 2017-dən 2080-ə qədər olan ədədlər 64-cü sətirdədir. Bizə də 2025 lazımdır. 2025-də elə bu sətrin içindədir. Ona görə cavab həqiqətən də 64-dür. Və son 2 sualımız qaldı. A və B natural ədədlərdir. A B-dən kiçikdir. B ədədi ən az neçə ola bilər? A-mız B-mizdən kiçik olmalıdır. Gəlin yazaq bura. 8A çıxılsın 5B bərabər olmalıdır 110-a. A-ya B-dən kiçik verməliyik. B az olsun. B-yə ən az neçə verə bilərik? Baxaq. Buradan B-ni tapaq. Buradan B-ni tapsam, alınacaq belə. 8A çıxılsın 110 bölünsün 5.
Düzdürmü? Bu da bərabərdir. 8A böl 5 ayrı-ayrı ayırıram. Çıx. 110-u da 5-ə böləndə neçə eləyir bizdə? 2 dəfə düşür. 22. Demək ki, B ədədi burada natural ədəd olması üçün A 5-ə bölünən bir ədəd olmalıdır. Yəni A-ya 5-ə bölünən bir ədəd verməliyəm ki, 8-i həmin o 5-ə bölünən ədəddən ixtisar gedəcək 22 çıxın, B-də natural ədəd alınmalıdır. Onda baxaq. Buradan 5-ə bölünən ədəd kimi elə bir ədəd verək ki, 5-lə ixtisar getdikdən sonra 8-i həmlə də vuranda 22 çıxa bilək. Yəni, məsələn, 24, 8-i 3-ə vursam 24 eləyər, 22 çıxa biləcəm. Onda buranın 8-i 3-ə vurmaq üçün bura 15 yazaq ki, 15 ilə 5 ixtisar getsin, 8 vur 3, 24 alınsın. Buradan çıxacaq 22-nə, alınacaq B2. Amma diqqət edəsiniz, bizə şərtdə verib ki, B A-dan böyük olmalıdır. Bu şərt ödənməyəcək axı bizdə, B A-dan böyük olmalıdırsa. Onda belə edək. Diqqət elədirsə 15 verəndə, gəlin variantlarla işləyək. Bizə B lazımdır da, düzdür? B-yə ədəd vermək. Gəlin onda biz A-nı tapaq, A B-dən asılı alınsın. Buradan A-nı tapsam, A bərabər olacaq 110, üstə gəlinsin 5B, bölünsün 8. İndi B ədədinə ən az deyir. Variantlardan ən azını verim, 33-ü verim. 33-ü versəm alınan ədəd gələcək 8-ə bölünməyəcək. Çünki tək ədəd alınacaq. 5-i 33-ə vuranda bizdə sonu 5-lə bitir, üstünə 10 gəlir, sonu 5-lə bitir, 8-ə bölünməyəcək. B cüt ədəd olmalıdır mütləq. 33 ola bilməz, 37 ola bilməz. Qaldım 42 ilə 46 arasında. B-yə 42 versəm, alınacaq 110, üstə gəl. 5-i 42-yə vursam 210, böl 8. 320-ni də 8-ə böləndə 40 alınır. Həqiqətən də gördüyünüz kimi B A-dan böyük alındı. Doğru cavabımız ona görə B variantı olacaq. Düzdür, bayaq yazdığımız misalla daha rahat əslində qalsa alınırdı. 8A bölünsün 5 çıx 22. Sadəcə orada biraz fikirləşmək məndə uzun gedəcəkdi deyə öyle fikirləşmək istəmədim. Bəlkə də daha asan yol var, sadəcə hal-hazırda ağlıma gəlmədi, variantla işlədim. Və sonuncu 25-ci sualımıza baxaq. Bizə deyir ki, aşağıda sarı və narıncı rənglə boyanmış ölçüləri verilən taxta bloklar şəkildə kimi düzülmüşdür. Bura 26-dır, bura 6-dır, bura 14-dür, bu 4-dür. Tamam. Bizə deyir ki, taxta bloklar arasında boşluq qalmadan eyni uzunluqda yolun kənarına iki fərqli şəkildə düzülə bilir. Birinci blok üfüqi, sonuncu blok isə şaquli vəziyyətdə dayanıb. Gördüyünüz kimi burada da eləncədir. Birinci blok üfüqidir, sonuncusu da şaqulidir. Blokların düzüldüyü məsafə ən az neçə santimetr ola bilər? Baxaq. Yolun kənarına iki fərqli şəkildə düzülə bilər. Diqqət eləsəz, hər dəfə elə bir baxın bu məsafə təkrarlanır. Baxın bu məsafə. Burada hər dəfə bu məsafə təkrarlanır, sonda elə həmin məsafə ilə bitir. Bir dənə bax bu məsafə, bizə bu məsafə lazımdır. Nə qədərdir? 26-nın üstünə 6 gəlirsən. 32. Bir dənə bu məsafə 32-dir. Bəs aşağıda eyni prosesdir, baxın. Bir dənə bu məsafə nəyə bərabərdir? 18-ə. Demək ki, yol 32 və 18-ə bölünən ədəd olmalıdır. Ən az neçə olmalıdır deyirsə, demək ki, nə etməliyəm? 32 və 18-in əkobunu tapmalıyam. Əkob necə tapılır? Eyni anda vuruqlarını ayıraq, 2-yə bölünür. Burada qalır 16, burada qalır 9. 16 ilə 9-un artıq ortaq vuruğu yoxdur. Bu ədədləri də vurmaq lazımdır bir-birinə. Yəni 16-nı 9-a, sonra da 2-yə vurmalıyam. Yəni 16-nı 18-ə vurmalıyam. 6-nı 8-ə 48, 4 yadda, 8 4-də yadda 12, 6, 1, 288. Yəni doğru cavabımız olacaq 288 D variantı. Bununla